Ləzzətli bir dənə samavar qoyursan həyətə. 2 mərtəbə 5 otaqlı sizlərə mülk təqdim eləyəcəm. Video sonuna qədər baxın. Evin içi ilə sizləri tanış edəcəm dəyərli dostlarımız. Yerləşmə yeri Masazır qəsəbəsində. Mərkəzi prospekt yoldan 30-40 metrlik məsafədə. 30-40 metrlik məsafədə ideal sizlərə şəxsi, gözəl, super həyət evi təqdim eləyəcəm. Videonu bəyənib like etməyi unutmayın. Səhifəyə də abunə olarsınız zəhmət olmasa. Həyətyanı sahə tamit daşlarla örtülüb, dəyərli dostlarımız. İlk öncə bir dənə keçək zəhmət olmasa evin çöldən, həyətyanı sahənin çöldən üst fasadı ilə tanış olaq. Dəyərli dostlarımız, gecə işıqlandırılması üçün plafonlar kimi vurulub. Mərkəzi giriş jalüz qapısıdır. Kaletka qapıdır. Evin yanı boşdur və mərkəzi prospekt yol. Zəhmət olmasa təqdim et mərkəzi prospekt yolu. Çox yaxın bir məsafədə yerləşir. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Sərbəst şəkildə həyətinə avtomobil daxil etmək mümkündür. Gecə həyətyanı sahənin və evin ümumi üst fasadının işıqlandırılması üçün plafonları vurulub, padval sahəsinə giriş kodu var, qanuni cüt daşla inşa olunub, mərtəbələr arası monolit betondur. Yerdən də yetəri qədər kürsüsü var. Qiymət 147 min manat təşkil edir. 147 min manat. Gəl bismillah eləyək, evin içinə sizləri tanış eləyək. Ya Allah! Dəhliz vasitəsilə otaqlara bölgülərdir, dəyərli dostlarımız. Çox böyük, ideal bir dəhlizi var, ideal. Birinci mərtəbədə monolitdir. Pol sahəsi monolitdir. Ev ümumilikdə istipolla üzlənilib. İstipolun kollektori pilləkənin altında yığılıb, ikinci mərtəbəyə qalxan beton pilləkən sahəsidir. Gözəl, böyük, super, ideal sizlərə mülk təqdim edirəm. Burada yerləşir evin qonaq otağı. Maşallah olsun. Böyük kvadrata malik qonaq otağı var. Vitraj şəbəkə pəncərə öz həyətyanı sahəsinə baxır. Twistentin yerlərinə kimi quraşdırılıb. Duvuqtanı ikili qapı sahəsi var qonaq otağında. Birinci mərtəbəyə məxsus olan sanitar qovşaqdır. Aksesuarların xətlərinə kimi hamısı çəkilib, tamamilə hazır bir vəziyyətdə havalandırma üçün pəncərə sahəsində yaradılıb. Burada yerləşir evin birinci mərtəbənin yataq otağı. Dəyərli dostlarımız, yataq otağının pəncərəsinin qarşıda tamamilə açıqdır. Qarşı tərəfdən arxada yaşayış olan məhliyə yol gedir. Və evin mətbəx sahəsi. Gözəl, böyük kvadrata malik mətbəx sahəsi var. Mətbəx meblinin yeri, aksesuarların xətləri çəkilib tamamilə hazırdır. Arxa tərəfə mətbəxin pəncərə sahəsi var. Birinci mərtəbə ümumi şəkildə istipolla üzlənib. Qalxağın ikinci mərtəbəyə. İkinci mərtəbədə isə dəyərli dostlarımız 3 yataq otağı, 1 sanitar qovşaq yerləşir. Kupçalıdır, 147 min manat təşkil edir. Real müştəriyə endirim də nəzərdə tutulub. İkinci mərtəbəyə qalxan beton pilləkən vasitəsilə qranit daşlarla üzlənilib, əl tutacaqlarına kimi qoyulub. Və hətta evin hər bir otağının, dəhlizin, ikinci mərtəbəyə qalxan pilləkən sahəsinin böyük tərəfləri ekran işləmələrlə işlənilib. Maşallah olsun. Dəhliz vasitəsinə otaqlara bölgülərdir. Dəhlizdən eyvana keçid etmək də mümkündür. Şəbəkə vitraj qapı pəncərə qoyulub, kondisioner xətlərin yerləri işlənilib, gizli işıqlarına kimi tamamilə çəkilib. Tavan sahəsi alçıvandır, spot lampaları bağlanılıb. Buradan tavana keçid etmək mümkündür. İlk öncə ikinci mərtəbədən pilləkənlərdən qalxanda sağda yerləşir evin sanitar qovşaq sahəsi. Hər mərtəbənin özünə məxsus sanitar qovşağı mövcuddur. Səhifəni bəyənib like etməyi unutmayın, dəyərli dostlarımız. Səhifəmizdə nömrəmiz aktivdir. Siz də mülkünüzü satmaq istəyirsinizsə, qeyd etdiyimiz səhifədəki nömrə ilə əlaqə saxlaya bilərsiniz. Birinci yataq otağı ilə tanış olduq, ikinci yataq otağıdır. İkinci mərtəbədə yerləşən yataq otaqlarının stil sistemləri radiator vasitəsilə qızdırılır. Və sonuncu, üçüncü yataq otağı ilə da sizləri tanış edirik. İdeal, mükəmməl, sizlərə yola yaxın, kupçalı mülk təqdim edirik. 147 min manatdır, dəyərli dostlarımız. Sonuncu yataq otağıdır. Hər bir yataq otağının gizli işıqlarına kimi işlənilib və burada da bu yataq otağının Twistentin xəttinə kimi çəkilib hazır vəziyyətdədir. Siz də mülkünüzü satmaq, yeni mülk almaq istəyirsinizsə,
əlaqə saxlayın, səhifəmizdə nömrəmiz aktivdir. Sağ olun, sağlıqla qalın.